Salam olsun sizlərə. Adım Etibardır. Təşəkkür edirəm Etibar. Xahiş eləyirəm, haqqınızı halal eləyəsiniz. Mən komandamız adına haqqımızı halal edirəm. Sizə bir sualım var. Mən səhər imsaka ailə bilmədim və orucumu tutmadım. Yəni bu səhər. Sadəcə olaraq tuta bilmədim. Kəffarəsi varmı? Rıza müəllim, buyurun. Seydim, biz İnanın YouTube kanalına yazılıb. hədislərimizdə Seydim baxdığımız zaman sahurda bərəkət var deyə bir hədisimiz var. Ümumiyyətlə sahura durmağın önəmi çox önəmlidir. Ancaq qəsdən hər hansısa bir səbəb olmadan pozubsa, Cəfərin məzhəbinə görə, yəni Ramazan bitdikdən sonra 60 gün və ya hər hansısa bir ehtiyacını ödəməlidir. Boyunda bir haqq olaraq qalır, səbəbsiz yerə tutmayıbsa. Şahid müəllim, digər görüşdə də məncə eynidir, yoxsa? Məsələ burada ondan ibarətdir ki, yəni bu adam heç oruca başlamayıb, onu tutmayıb. Yəni buradakı məsələ tutub... Yox, adam oruç tutursa, tutaq ki, səhər... Tutub pozarsa... Yox, imsaka dura bilməyibsə. Bu artıq orucuna davam etməli idi. Artıq burada tutub pozmayıb axı. Yəni tutulmamış bir əməli pozmayıbsa, onu ancaq qəza edir. Yox, yox. O əgər qəsdən onu eləyibsə, yəni söhbət ondan gedir ki, o yəqin onu deyir ki, hər gün oruç tutulur. Yəni yatıb qalıb, tutmur. Bu artıq 60 gün onun qəzasını tutmalıdır. Çünki onu bilərəkdən qəsdən edilmiş bir şey. Qəsdiyyəti vardır. Bəli, yəni fikirlər, yanaşmalar eynidir. Təşəkkür edirəm. Yəni siz nəzərdə tuturdunuz, yəni ümumiyyətlə başlamamaq mənası. Yox, yəni başlamayıb oruca və onu da pozmayıb, belə deyək. Başlayıb pozsaydı gün ərzində o zaman həm bir gün qəzasını tutmalı idi, həm də 60 gün kəffarəsini yerinə yetirməli idi. Yox, əgər, yox, burada bir anlaşılmazlıq yarandı. Qısa bir cavab istəyəcəm. Çünki 10 minlərlə suallar var. Adam oruç tutur və səhər oyanıb, imsaka durmayıb və orucunu da davam etdirməyib. Bunun cəzası nədir? Bir gün qəza. Bir gün qəza. Seydim, adam oruç tutursa, günü hər gün tutur. Amma ortada qəsd niyyəti varsa? Yox, qəsd niyyəti olduğuna görə 60 gün tutmalıdır. Əgər o sahara durmadan belə imsakın orucuna davam edə bilər. O anlaşılandır. Ancaq bilərəkdən artıq yemək yeyirsə, təbii ki, boyuna bir kəffarə gəlir. Onda da 60 gün oruç mu tutur? Cəfərlikdə də digər görüşlər. Ya da 60 nəfər doyurmalıdır. Valla bundan yaxşısı olur ki, elə saatı vaxtında qur namazını qılır. Yeri gəlmişkən biz onu da tövsiyə eləyək ki, görünür o bizim izləyən tamaşaçı elə bilir ki, əgər sahura qalxmayıb